Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə xırçıltılı alça turşusu necə hazırlanır onu göstereceğim. Bunun üçün mən bankanın içərisinə cəfəri əlavə edirəm. Öncədən cəfərini yuyub qurutmuşam. 3-4 dürüm sarımsaq əlavə edirəm. Əlbəttə ki, bankanı öncədən yuyub sterilize etmişəm. Öncədən yuyub suyun çəkilməyini gözlədiyim bərk alçaları yenə qeyd edirəm. Bərk alçadan istifadə etmək lazımdır. Xırçıltılı alçadan istifadə etmək lazımdır ki, elə alça turşumuz da bərk alınsın. Bankanın içərisinə əlavə edirəm və bütün bankaları bu formada doldururam. Üzərindən də 2 xörək qaşığı adi yemək duzu əlavə etdim. Siz turşu duzundan da istifadə edə bilərsiniz. İçərisinə əlavə edirəm. Qeyd edim ki, göyərtilərdən içərisinə kərəvöz, ağ reyhan, yəni yaşıl reyhan istifadə edə bilərsiniz. Və yaxud da heç ümumiyyətlə göyərti istifadə etməyə də bilərsiniz. Üzərindən də qaynar suyu əlavə edirəm. Duz əlavə etdikdən sonra üzərinə qaynar su tökürəm. Bankanı doldururam və qapağı da üzərinə qaynar su əlavə edib sterilize edirəm. Sterilize etdiyimiz qapaqla bankanın ağzını möhkəmcə bağlayırıq. Siz rezervoy qapaqdan da istifadə edə bilərsiniz. Mən adi qapaqdan istifadə etdim. Bağlamadan öncə içərisinə 1 çay qaşığı uksuz və yaxud da yarım çay qaşığı da istifadə edə bilərsiniz. Yəni 70%li sirkə əlavə edirəm. Maşınka ilə bankanın qapağını bağlayıram və yan çevirirəm. Belə sirkələyirəm ki, bütün içərisindəki duz ərisin. Hardasa 3-4 saat bu formada gözlədirəm. Daha sonra artıq istədiyiniz yerə yerləşdirə bilərsiniz. Əlbəttə ki, çox isti olmayan yerə. Bu alça turşusu uzun müddət qalır, həm də xırçıltılı alınır. Mütləq siz də bu formada hazırlayın, mənə təşəkkür edəcəksiniz. Bir həftədən sonra alça turşumuz hazır olur. Götürüb açıb nuş edə bilərsiniz. İnşallah bir həftədən sonra mən də sizlər üçün açacağım, çəkəcəm və paylaşacağım. Onu da izləyərsiniz. İndən sizə təşəkkürümü bildirirəm. Əgər bəyəndinizsə mütləq like atın, abunə olun. Hələlik inşallah gələn videolarda görüşərik.